Hacımalı Abdalov bu de oturup burada gizlene Mısır. O şey demişken mısa gəzir. Niye? En varlı adamlardan biri odur. Bu ülkenin en varlı adamlarından biridir. İnandırıram sizi. O Forbes jurnalı nədir? Milyarderlərin siyasını açıqlayır ha. O Forbes girsə Azərbaycana dəli olar. Amerikalı bilsə ki, onun dolları ilə burada milyarder olublar. Amerika özü bir daha imtina elə milyardlardan. Ya qardaş, hamımız gedək Azərbaycandan dərs götürək. Ilğır bir məmur baxırsan ki, qısa müddətdə milyarder oldu. Azərbaycanda milyardı toplamaq da elə də ciddi bir fərasət tələb eləmir. Məsələn, Nərmanov rayonunda gənclikdə torpağın sotu 1 milyondur, 1 milyon 200 mindir. Bir sotu. Yəni, nə deməkdir? 10 sotu 12 milyon, 1 hektarı 120 milyon. 120 milyon 1 hektarı. Yəni, bu o deməkdir ki, Nərmanovun bütün ərazisindən 1 hektar yer satarsansa 120 milyon varındır qardaş. 10 hektar satarsansa bu da sənə milyard. Nədir ki milyard? Pul da pul gətirir axı. Satılan 100 milyon dalınca pul gətirir, qazanc gətirirsən. Çünki sən onu çevirsən obyektə, mülkə. Və bunların bəziləri var ki 200-300 dənə evləri var. Oradan yığılan kirayə pullarını hesablayın. Ayda 700-800 min manatdan kirayə pulları yığırlar bunlar. Ayda 5 min manatdan kirayə pulları yığırlar bunlar. %1 nə qədər? İllik, aylıq milyonla milyon kirayə pulu toplayan bu da bizim nazirlər, komitə sədrlərimiz var. Şöbə müdürləri var. Rəislər var.